taksonomiya deyilir. Yəni nəyisə xatırlamağın, anlamağın, tətbiq eləməyin, fikrimi bildirməyin, təhlil eləməyin, bunlar hamısı idrak fəaliyyətidir. Emosional affektiv fəaliyyət bizim hisslərimizi idarə etməyimizdir, emosiyalarımız. Bunları düzgün idarə etməyimizdir. Emosiyalar, affektiv. Psixomotor isə hərəki fəaliyyətdir. Artıq biz öz hərəki qabiliyyətlərimiz, əl, qol, jest, mimika, bunlar hamısı psixomotor fəaliyyət hesab olunur. Aydındır. Biz bugün sizinlə yalnız idrak taksonomiyasını öyrənəcəyik. Gələn dərsimizdə isə emosionalla psixomotoru bir yerdə keçəcəm sizə. Bunlar daha rahatdır. İdrak biraz genişdir. Həm də ən çox imtahanda testlərə düşən idrak taksonomiyasıdır. Bunların üçünə də taksonomiya deyilir yəni. Taksonomiya nədir? Taksonomiya iyerarxik quruluşa malikdir deyirik. Iyerarxik. Iyerarxikdəki nə deməkdir? Sadədən mürəkkəbə doğru, asandan çətinə doğru qurulur. Yəni, insanın idraki asandan çətinə doğru inkişaf edir. Çətindən doğru inkişaf eləmək asana doğru. Yox. Keçən dərsimizdə də demişdik. Həyatda da hər şey asandan çətinə doğru gedir. Birinci çətini öyrənir, sonra asanı öyrənmirik biz. Əksinə, daha sadə mərhələləri öyrənirik, sonra zaman çətinə doğru irəliləyirik. Sadədən mürəkkəbə doğru getməkdir. İdrak taksonomiyasına baxaq gəlin. Görək hansı mərhələləri var.